9 may tarixi faşizm üzərində qələbə günüdür. Bu tarix bir çox ölkədə sülhün rəmzi kimi qeyd olunur. Bu gün yalnız keçmişin deyil, eyni zamanda bugünün və gələcəyin dərsidir. İkinci Dünya müharibəsi 1939-cu ildə başlayıb, 1945-ci ilin may ayında isə başa çatıbdı. 8 may tarixində nasist Almaniyası təslim aktını imzalayıb və Moskva vaxtı ilə isə 9 may tarixində bu akt qüvvəyə minibdir. İkinci Dünya müharibəsində Gürcüstanda yaşayan Azərbaycanlılar da iştirak etmişlər və bir çox gənc kimi onlar da tarixdə qəhrəmanlıqları və fədakarlıqları ilə yadda qalmışlar. Marnioli, Qardabanya, Dmanisi və Bomnisi kimi bölgələrdən gənclərimiz ön cəbhəyə çağrılaraq qəhrəmancasına vuruşmuşdular. Təəssüf ki, onların bir çoxu geri dönmədilər. Onların arasında Sovet İttifaqı qəhrəmanı adına layiq görülənlər də olmuşdu. İkinci Dünya müharibəsi SSR ərazisində 1941-ci ilin iyunun 22-si səhər tezdən Alman faşist qoşunlarının ölkənin sərhədini qəfil keçərək hücuma keçməsi ilə başlamışdı. Milyonlarla Sovet vətəndaşı yaşı və peşəsindən asılı olmayaraq könüllü şəkildə cəbhəyə yollanmış, həyatlarını riskə ataraq düşmənin hücumlarının qarşısını almışlar. 1945-ci ilin yanvar ayında Sovet ordusu Berlinə qarşı hücuma keçdi. Döyüşlərin nəticəsi olaraq Moskva vaxtı ilə 9 may saat 00:43-də Almaniyanın təslim olması haqqında akt Ali Baş Komandanlar tərəfindən imzalandı. Məsələ bu sənəd İkinci Dünya müharibəsinin rəsmi sonu oldu. Əgər bugün biz azad bir ölkədə yaşayırıqsa, bu qəhrəmanların bizə ötürdüyü bir mirasdır və bu mirası qorumaq və yaşatmaq bizlərin borcudur. Qələbə gününüz mübarək.